Cami Şəbirə Əhl-i Beytə deyir, Əd-dəvətul husna. Vücud Əhl-i Beyt Allahın nizam-ı təkvində dəvətidir. Dəvəti təkvini Allahadır. Əhl-i Beyt. Liza insan əgər təkvinin xərab eləməyə, şinasnamə-i əsli xilqəti ilə yaşasa İmam Hüseynin qapısına getməlidir. Fitrətdir. Əd-dəvətul husna. Nizam-ı təkvində zibatərin dəvət Allah. Tohidə. Amma İmam Hüseyin در این حال که وجود دعوت hamı gərək ora gələ, amma hamı şinasnameyi təşvilisini yaşamaq ki, pozdular, xarab elədilər həmini. Həzrət neçə cür bir nümayəndə yolladı dəvət eləmək, Kufəlilərə Müslümi yolladı. Dəvət, öz huzuru vardı. Bəzi yerlərə namə yolladı, dəvət elədi. Bəzi yerdə də özü dəvət elədi, özü. Dedi, gəlin məndən həm tarix olun. Bir dəvəti Ubeydullah ibn Hurr Covfiyə idi. Özü müstəqimən getdi. Dedi, məndən həm əhd ol, həm tarix ol. Bir dəvəti qasid idi Cənab-ı Züheyrə. O Ubeydullah ibn Hurr dayandı, həm əhd ola bilmədi. Həsrət qaldı ona. Züheyr gəldi. Amma sənə deyəm, xanımı hol verdi. Buna deyərlər müqəddəsindəki. Xanım insanı hol verə tohidə, Allaha tərəf. Dərsi əxlaqdır da. Əxlaq در خانواده روز عاشورا. Səhnə-i Aşura. Nəyin ki, bir dənə libasdan ötürü dava eləyəsən, başmaqdan ötürü dava eləyəsən, yeməkdən ötürü dava eləyəsən. Ki, umum giriftardır. Böyle Züheyri deyim, vaxt olsa, Hurr Covfi ne deyim, Hurr Covfi həsrətdə qaldı. Amma Züheyr də qaçsaydı, istəməydi İmam Hüseyni görə. Amma çünki onda bir qabiliyyət var idi, onu iştibah etdim, amma qabiliyyət var idi. Züheyr qaçsaydı, amma İmam Müntəzir şikar idi, bir tir ata Züheyrə. Çə xoş seydi diləm kərdi, benavzəm çeşmi məstədir. Məkkədən ba həm çıxmışdılar. Züheyr də Kufiyə gələydi. İmam Hüseyin də Kufiyə gələydi. Züheyr biləydi İmam Hüseyin qiyam eləyir. Gedir rubi qiyam, inqilab. Çün şübhə-i əqidəti var idi. Cəriyanat ki, tarix İslamda vaqe olmuşdu. Dəstgah-ı Maviyə icad eləmişdi. Öz mətamələrinə çatmağa. Odur, hər yanda İmam Hüseynin qafiləsi düşəydi, o hərəkət eləydi. Hər yanda İmam Hüseynin qafiləsi hərəkət eləydi, o oturaydı. Oturaq eləydi. Ta bir-birini görməyələr. Amma bir yerdə də məkan yox idi, çarəsi yox idi qafiləni orada saxlaya. Qay Allah, adamın qabağına bir daş atək. Adam deyir, niyə daş atırsan? Amma Allah insanı istəyir. Əgər qeyri mərabudəş meyli, çira zərfi mərabı şəst leyli. Qay adam uçurdu, qarq adamlarla zərfin sındırır. Adam deyir, niyə sındırsın? İstəyir, bilmək ki, onu istəyir, əlaqəsini görsədə, məhəbbətin görsədə ona. İmam Hüseynin necə kasasını Kərbəlada sındırdı. Ta varisi həmi ənbiya ola. Varisi həmi ənbiya. Züheyr dayandı ilə nahar çağı istəyir, qəza yiyələrlə başlamışlar süfrədə yeməyə, xeymənin çadrısı vurdu, qasid Əbu Abdillah. Züheyr, əcib Əbu Abdillah el-Hüseyin. Mən qasid-i Hüseynəm, gəl, ağa səni çağırır. Züheyr heyran, tamam ətrafiyan şok oldular. Elə bil bir ləhzə hamı bərk, loğmələr əldə qaldı.
Loğmalar əldə qaldı. Qahi bir balaca tələnqur istəyir insan mühiti sındıra. Qahi insan qərq mühit olayı, mühit insana bir balaca tələnqur vursan, insan mühiti sındırır, qələbə eləyir mühitə. Hamı haldaydı, orada tarixdə yazıblar bu xanımın adı Dolhəmdir. Züheyrin xanımın dedi Allahu Ekber Züheyr. Allahu Ekber Peyğəmbərin oğlu səni çağırır hələ təəccüblə, ondan heyrətlə əyləşibsən kişi. Fatimənin oğludur. Elə bunu deyəndə Züheyr qeyrətə gəldi, durdu əcələ ilə. Bara eşidirsiniz, amma eşq tikrarı yox idi. Eşqin bir xasiyyəti var, tikrar napəzirdir. Dastanı mən o səndir. Görəsən Allah, biz də sidqə gələcək, həm əhd olacaq Züheyrdən. Görəsən Xudaya, biz də o kəsdən olacaq və məbəddəlu təbdilə əhdlərin əvəz eləmədilər, dayandılar, o cür işi şühəda gediblər. Və minhum mən qəza nəhbə və minhum mən yəntəzir məbəddəlu təbdilə. Ey şahid Xuda, məbəddəlu təbdilə. Əhdi bəhəm vurmayıblar, nəinki şühəda gedə ondan sonra dünyanın ləcəninə düşəsən. Mal zədə olasan, pul zədə olasan, şəhvət zədə olasan, riyasət zədə olasan. Məbəddəlu təbdilə. Həm əhd olursunuz, o hava ilə yaşayır, o hava ilə, o eşq ilə. Xanım bir hol verdi, kişi nə sürətlə getdi. Baraç Allah sana rəhmət eləsin. Belə xanım doləm. Nə qədər mandıqar olursan xanım, bir dənə balaca sözü ilə tarixdə mandıqar olursan. Gərək 1200 ildən sonra burada belə alimlər, belə fazillər hamısı sənin əzəmətin qabağında qalalar. Eşq dərsi verirsən, təfsiri eşq eləyirsən, təfsiri məhəbbət eləyirsən. Gəldi, qaçaydı, ondan varid oldu xeyməyə Əbu Abdullah Hüseynə. Bilməm ki, o xeymədə nə cür baxdı. Deyəndə çeşmi saqi, karı camı badı kərd. Məst elədi Züheyri. Ağa, nə elədi, nə verdin Züheyrə? Sən Kosərdən içirdin. Ki از پای خمت یک سر به حوض کوثر اندازم که atım sənin حوض کوثرdə qərq eləyim. Acəb elədin. Atdı حوض کوثرə. Kişi ki illər boyu qaçmışdı bu qapıdan. Amma xeymədən çıxanda da qunələri sorx idi. Qızarmışdı. Ba quneyi sorx çıxaydı xeyməyi Əbu Abdullah Hüseyndən. Bilməyəm nə dedi. Züheyrə nə dedi? Yazmayırlar. Hərə bir hədis vurur. Züheyr deyik, görəcəyi Peyğəmbər yadıma düşdü. Məqam-ı Hüseyin Peyğəmbərin məhzərində yadıma düşdü. Bəziləri deyirlər, yox. İmam bir loh çıxartdı, Züheyr. Axı, mənə loh ki verilibdi qeybidən adın yazılır. Hara qaçaysan, sənin adı Allah yazıb. Allah. Züheyr bir parça ot oldu ya. Çıxdı xeymədən. Xanımı nə? Dəstur verdi qulamlarına, qafiləsinə. Mənim xeyməmi gətirin, Hüseynin xeyməsinə yapışdırın. Allah. Bilən ruhlarımız yapışa o ruhu kulla. İnsan yapışa o insanı kulla. Allah. Allah. Allah bu məcalisdə biz gedaylı qulur. Bunun xeyməsini gətirdilər, yapışdılar imamın xeyməsinə. Xanım nə dedi? Ənti taliq. Səni də təlaq verdim, get. Get, səni də təlaq verdim, istəməyəm bəlaya düşəsən.
İstəməyəm, istəyəm rahat yaşayırsan. Xanım dedi, Züheyr, səni hol verəm mənidir. Kim səni bura gətirdi? Sən tərdiddə qalmışdın. Mən dedim dur ayağa, indi mən gedim. Yox, gedən deyirəm. Gedən deyirəm. Bax buna, ha, gör nə sizlə müamilə eləyirlər. Çox sızlardan sonra dedi, Züheyr, mənə görə bir qol verəsən. Çünki Kərbəla səhnəyi əhd və vəfadır. Mənə qol verəsən. Mənə qol verəsən. Behişdə mənsiz varid olmayasan. Səhnəyi qiyamətdə ikimiz bahəm. Əlim əlində. Behişdə Züheyr dayanmışdı. İmam Hüseyin biz Züheyrin cınağına vurdu. Burada Züheyr, niyə dayanıb sən özüm qol veriyəm? Özüm qol veriyəm. Allahu Ekber. Allahu Ekber. Özüm qol veriyəm. Bəli, qol verdi, üstə qutardı. Ondan o Züheyr oldu bitkə eşq. Eşq. Ha, Allah, şəbi əftumda, ha, əminlər. Həftumdan da, ruz həftumdan da dəsturu rəsmi Ubeydullah ibn Ziyaddən gəldi. Ömər ibn Səd üstə Hüseynə hətta bir qətrə su da vermir. Allahu Ekber. Peyğəmbər gəldi Xeybəri fəth eləməyə. Dedilər, ya Rəsulallah, bunların sularının məsiri eşikdədir. Suların qət eləyəyin Yahudilərin. Ona susuzdan təslim olacaqdı. Peyğəmbər burada, orada uşaqlar vardı. Ya Resulallah, sənin balon əli yaskara rəhmələm. Eyvah, eyvah. Ağa buyurdu, Həzrət buyurdu, Həzrət Resul-i Əşrəm, qoca kişilər vardı, yox qoyun mərəm suyu qət eləyəsiniz. Maviyə cəngi Siffeyndə əvvəl çatdı, şərəyanı fəratı cəmlədi. Malik Əşdər bir quruhla onların tifaqını dağıtdı, fəth elədi Fıratı. Əmir əl-Möminə dedi, ağa bağlayaq, bunlara da su verməyək. Həzrət buyurdu, mən su üçün cəng eləməyə gəlməmişəm, qoyun sularını içsinlər. Əli ibn Ta'an nəqlələ hamımız təşniydi, Hürr ibn Rəyahının leşyəri çatdı, Hüseyin ammiyə su verdi. Ama bu keçən gecədən, suyun yolun bağlayıblar Hüseyin'in balalarının üzünə, ya Allah. Qıssə-i Ətəş-i Kərbəla deməlidir. İmam-ı Səccad hər ləhzədə ağanın qabağına su qoyaydılar, başlaydı ağlamağa. Ağa niye ağlıysan? Ağı Kərbəlada kardeşim Əli Əsqər Zuğa qadir ol qublə vurdular. Allahu Ekber. Ay. Ravide küçədən gedəydi, gördük qəssab qoyun sibiyələy. Qıssə-i Ətəş-i Kərbəla, Allahu Ekber. Təşnəci Kərbəla. Dedim o keçən gecə İmam-ı Zaman vaxtı zuhur eləyəcək. İkinci cümləsi budur. Əhli aləm, mən o ağanın oğluyam ki təşnə başı kəsin. Eyvah. Vaxtı ki gördük qəssab qoyun sibili, sağırdı qəssab əli sağla. Qəssab, bu heyvana su veribsən yeyub. Ağa bəli, biz heyvana su verməmiş başın kəsmərib. Yağı Kərbəlada atamazı verməmiş.